Qaçaq Nəbi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Azərbaycanın sosial, siyasi və folklor tarixində dərin iz qoymuş, xalq arasında azadlıq rəmzi kimi tanınmış üsyankar və xalq qəhrəmanı kimi yadda qalan şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionu üçün, xüsusən də Çar Rusiyası işğalı dövrünün sosial-ictimai şəraiti baxımından önəmli nümunədir. Qaçaq Nəbinin şəxsiyyətində milli özünüdərkin, ədalətsizliyə qarşı çıxışın, haqsızlığa, zülmə, sosial bərabərsizliyə qarşı müqavimətin təcəssümü öz əksini tapır. Onun əfsanəvi həyatı, qəhrəmanlıq və romantik macəralarla zəngin mübarizəsi Azərbaycan folklorunda, el arasında və bədii ədəbiyyatda geniş yayılıb, bir çox şeirlərdə, mahnılarda, dastanlarda və hətta filmlərdə öz bədii təcəssümünü tapıb. Qaçaq Nəbinin taleyi və fəaliyyəti ətrafında formalaşan xalq yaddaşı onu sadəcə quldur, üsyançı və ya cinayətkar kimi yox, əksinə yoxsulun, haqqı tapdananın, kəndlinin, zülmə məruz qalanların müdafiəçisi, ədalət uğrunda vuruşan xalq qəhrəmanı kimi qəbul edib. O, dövlət idarəçilərinin, varlıların, bəylərin zülmünə qarşı silaha sarılmış, öz dəstəsi ilə Çar hakimiyyətinin, yerli idarəçilərin və bəzi hallarda dövlətin hərbi qüvvələrinin qarşısında xalqı qorumağa çalışmışdır. Qaçaq Nəbinin əfsanəvi obrazı bugün də Azərbaycan insanı üçün haqsızlığa qarşı mübarizənin, cəsarətin və ləyaqətin rəmzi kimi qalır. Qaçaq Nəbinin həyatı və ailə kökləri. Qaçaq Nəbinin əsl adı Nəbi İskəndərov olub. O, 1854-cü ildə Cənub bölgəsinin, əsasən Boradigah, indiki Masallı və Lənkəran ətrafında yaşayan sadə kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi kasıb, lakin mərd, torpaqla, əmək və sədaqətlə yaşayan insanlar olub. Nəbinin uşaqlıq və yeniyetməlik illəri Qafqazda ictimai-siyasi sarsıntıların, sosial ədalətsizliyin və təbii fəlakətlərin artdığı bir dövrə təsadüf edib. Onun ailəsi də Çar məmurlarının, bəylərin və yerli feodalların zülmünə məruz qalırdı. Nəbi erkən yaşlarından ədalətsizliyə qarşı dözümsüz, qorxmaz, çevik və cəsur biri kimi tanınıb. O, ata-babasının torpaqlarının zorla alınması, qohumlarının incidilməsi, kəndlilərin hüquqsuz və rəzil vəziyyətdə yaşaması ilə barışmırdı. Gənc yaşlarında yerli idarəçilərin və bəylərin haqsızlığına qarşı çıxır, bu səbəbdən də tez-tez təqibə, cəriməyə, həbsə məruz qalırdı. Onun bu üsyankar xarakteri, insanlara arxa durması və heç kimdən qorxmaması xalq arasında hörmətini artırırdı. Qaçaqçılığa başlama səbəbləri və ilk üsyanlar. Qaçaq Nəbinin qaçaq kimi tanınmasının əsas səbəbi birbaşa sosial ədalətsizlik, feodal zülmü və Çar Rusiyası idarəçiliyinin kəndlilərə qarşı sərt siyasəti ilə bağlı idi. Onun haqqında əfsanələrə görə bir gün kəndin bəylərindən biri Nəbinin bacısını alçaltmaq və ailəsini təhqir etmək istəyir. Bu hadisə Nəbinin həyatında dönüş nöqtəsi olur. O, silah götürüb haqsızlığın qarşısında dayanmağa qərar verir. Çar idarəçiləri, bəylər və onların mühafizəçiləri ilə münaqişələr artır. Nəhayət, Nəbi dağlara çəkilir və özünün qaçaq dəstəsini yaradır. Dəstəyə əsasən yerli kəndlilər, yoxsullar, Çar zülmündən və feodal ədalətsizliyindən qaçanlar toplanırdı. Qaçaq dəstəsi bir növ yerli xalqın müdafiə qüvvəsinə çevrilir. Qaçaq Nəbi və onun dəstəsi kəndlilərə haqsızlıq edən bəyləri, məmurları, zənginləri cəzalandırır. Onların var dövlətini yoxsullar arasında bölüşdürür, xeyriyyəçilik və ədalət prinsiplərini əsas tutur. Qaçaq dəstəsinin fəaliyyəti və mübarizə taktikası Qaçaq Nəbi və onun dəstəsi əsasən Cənub bölgəsi, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı, hətta Talış dağlarının çətin relyefli ərazilərində fəaliyyət göstərirdi. Onlar meşələr, dərələr, dağ yolları və əlçatmaz ərazilərdə gizlənir, bəzən yerli kəndlilərin köməyi ilə dövlət qüvvələrindən gizlənə bilirdilər. Qaçaq dəstəsinin əsas məqsədi bəy və varlıların kəndlilərə qarşı zülmünə, ağır vergilərə, torpaq müsadirələrinə, haqsız məhkəmə qərarlarına qarşı çıxmaq, zorakılıqla əldə olunan var dövləti kənd cəmaatı arasında bölmək idi. Dəstə silahlı hücumlar, pusqular, bəzən isə açıq döyüşlər təşkil edirdi. Qaçaqların yerli əhalidə dəstək tapması onları uzun müddət Çar ordusunun və yerli məmurların qarşısında müdafiəsiz qoymurdu. Qaçaq Nəbi həm də xalq arasında dürüstlüyü, sözə sədaqəti, kasıba və imkansızlara qarşı mərhəməti ilə seçilirdi. Bir çox əfsanələrdə onun yalnız haqsız varlıları cəzalandırdığı, qadınlara, uşaqlara və yaşlılara toxunmadığı vurğulanır. Qaçaq Nəbinin Azərbaycan folklorunda və xalq yaddaşında yeri Qaçaq Nəbinin fəaliyyəti xalq arasında təkcə bir üsyançı və ya quldur kimi deyil, milli qəhrəman və azadlıq simvolu kimi qəbul edilib. Onun adı ilə bağlı yüzlərlə xalq mahnısı, dastan, şeir və əfsanə yaranıb. Onun haqqında yazılı və şifahi ənənədə xalq Robin Hood obrazı formalaşıb.
Bədii ədəbiyyatda, filmlərdə, radio və televiziya verilişlərində Qaçaq Nəbinin macəraları, qəhrəmanlığı, mərdliyi, insanpərvərliyi və xalq üçün gördüyü işlər xüsusi vurğulanıb. Azərbaycan folklorunda qaçaq obrazı ədalətsizliyə qarşı çıxış edən, öz haqqı uğrunda vuruşan, zülmə boyun əyməyən insan obrazı ilə eyniləşdirilib. Xalq arasında bu obraz nəsillərdən nəsillərə ötürülərək həm milli ruhun, həm də mübarizə ənənəsinin qorunmasında vacib rol oynayıb. Qaçaq Nəbinin faciəli sonu və irsi Qaçaq Nəbinin fəaliyyəti çar idarəçiliyini daim narahat edib. Onun tutulması və ya zərərsizləşdirilməsi üçün dəfələrlə ekspedisiyalar təşkil olunub. Nəbi və dəstəsinin təqibi, puskuya salınması və məxfi əməliyyatlar illərlə davam edib. 1896-cı ildə bir çox versiyalara görə Nəbi yaxın adamlarının xəyanəti nəticəsində çar hakimiyyətinin xüsusi dəstələri tərəfindən ələ keçirilir və qətlə yetirilir. Onun ölümü xalq arasında böyük sarsıntı yaratsa da, Qaçaq Nəbinin adı, əfsanəsi və irsi bu günə qədər yaşayır. O, Azərbaycan xalqının ədalət, azadlıq, mərdlik simvolu kimi xatırlanır və istər bədii ədəbiyyatda, istərsə də ictimai təfəkkürdə canlı obraz kimi qalır. Azərbaycan mədəniyyətində onun adını daşıyan filmlər, tamaşalar, heykəllər və xatirə yerləri mövcuddur. Qaçaq Nəbinin fəaliyyəti və Azərbaycan cəmiyyətinə təsiri. Qaçaq Nəbi təkcə 19-cu əsrdə yox, müasir Azərbaycan üçün də sosial ədalətin, xalqı müdafiə etməyin, haqsızlığa qarşı çıxmağın, vətənə və insana bağlılığın rəmzi olaraq qalır. Onun həyat yolu və fəaliyyət prinsipləri, xüsusilə gənclər üçün bir nümunə, cəsarət və əzm mənbəyidir. Qaçaq Nəbinin irsi milli oyanış və milli kimliyin formalaşmasında, xalq ruhunun dirçəlişində, sosial ədalət prinsiplərinin bərqərar olmasında mühüm rol oynayıb. Qaçaq Nəbinin obrazı 19-cu əsrin əvvəllərində Azərbaycan xalq hərəkatı və milli azadlıq ideyalarının təbliğində də mühüm yer tutub. O, bütün dövrlərdə ədalətsizliyə, zülmə, haqsız idarəçiliyə qarşı çıxış edənlərin simvolu olaraq qalır və xalq tərəfindən sevgi, ehtiram və minnətdarlıqla xatırlanır.